Sənə dəyər verəni sev, dəyər verməyəni sevmə. Gözəlliyinə güvənmə. Bugün vardır, yarın yoxdur. Mülk surəsi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim. Sayalıdır bütün varlıqların yəsi Allah. Hər şeyə qadirdir o. Ölümlə dirimi qoşa yaratmış ki, sınağa çəksin sizi. Hansınızın daha gözəl işlə çalışdığını bəlli eləsin. Güclüdür, günahlardan keçəndir o. 7 göyü qat-qat yaradan odur. Bir uyğunsuzluq görməzsən onun yaratdığında. Yaxşı-yaxşı bax, varmı göyün bir çatlağı? Gözlərini təkrar zillə göyə. İstədiyini tapmayaraq baxışların pərt və yorğun bir halda dönər geriyə. Ulduzlarla bəzədik biz yaxın göyü. Yanar daşlar var elədik bu göydə şeytanları qovmaq üçün. Alovdan bir əzab hazırladıq onlara. Cəhənnəm əzabı gözləyir Rəblərini dananları. Pisdən pis yerdir ora. Elə ki atdılar cəhənnəmə onları. Bir anqırtı eşidərsən onun qaynar yerindən. Kafirlərə qəzəbindən az qalır parçalana cəhənnəm. Hər dəfə kafirlərin bir dəstəsi oraya atılanda cəhənnəm məmurları onlara məgər sizə xəbərdarlıq eləyən bir elçi gəlməmişdimi deyərlər. Bunlar da cavabında bəli, xəbərdarlıq eləyən bir elçi gəlmişdi bizə. Dandıq onu, söylədik heç nəyi nazil etməmiş Allah. Və sizdə ki böyük bir sapqınlıq içində vurnuxursunuz. Dinləmiş olsaydıq haqqı, anlamış olsaydıq haqqı, düşməzdik alov əhlinin içinə deyərlər. Etiraf eləyərlər suslarını beləcə. Allahın rəhmətindən uzaq olsun alov əhli. Məğfirət gözləyir, böyük bir əcir gözləyir. Rəblərini görməyə ondan qorxan kimsələri. Sözünüzü deməsəniz də, desəniz də birdir. Ürəklərin içini o biləndir. Hər şeyin xaliqi mi bilməz olar. Həssasdır, hər şeydən xəbərdardır o. Odur yeri sizə ram eləyən. Gəzin, dolaşın üstündə yerin. Allahın verdiyi ruzudan yeyin. Qəbirlərdən çıxaraq onun dərgahına axır dönəcəksiniz. Məgər əmin misiniz sizi yerə gömməyəcək göydə olan? Bir də görəcəksiniz yer tərpənir, qalxır başınız üstə. Məgər əmin misiniz başınıza daş yağdırmayacaq göydə olan? Onda biləcəksiniz elədiyim xəbərdarlıq nə imiş. Bunlardan öncəkilər də haqqı danmışdılar. Gördülərmi necə olur məni danmağın axırı? Başları üstündə qanad gərən, qanad çalan quşları görməz midilər? Yalnız Rəhmandır onları göydə tutub saxlayan. Hər şeyi görəndir o. Rəhmandan başqa sizə yardım edəcək bir tərəfdar varmı? Kimdir o? Aldanmış kimsələrdir kafirlər yalnız. Göndərdiyi ruzunu kəsərsə Allah, kimdir o kəs ki sizə ruzi gətirər? Lovğalıqdan, dinsizlikdən kafirlər əl çəkməmiş. Üzü üstə sürünənmi düz yolda düz yeriyənmi daha doğru yoldadır?
De ki, sizi inşa eləyən, sizin üçün qulaqlar, gözlər, ürəklər düzəldən odur. Siz də ki, az şükür eləyirsiz ona. De ki, sizi yaradaraq yer üzündə yayan odur. Onun da dərgahına axır toplaşacaqsınız. Doğru sözlü, düz əməlli kimsələrsinizsə əgər, söyləyin, nə vaxt gələr vədəsi bu toplanışın deyərlər. De ki, bunu təkcə Allah bilir. Mənsə yalnız xəbərdarlıq eləyənəm. Olacağı açıqca. Görəndə ki, artıq yaxınlaşmış əzab, kafirlərin üzləri eybəcərləşib qaralar. Budur sizin inanmaq istəmədiyiniz o əzab deyilər onlara. De ki, lap tutalım məni və mənimlə olanları məhv eləsin, yaxud hamımıza acısın Allah. Söyləyin, ağrılı bir əzabdan kafirləri bəs kim qoruyar? De ki, odur Rəhman, inancımız, güvəncimiz. Axır biləcəksiniz, aşkar bir çapqınlıq içində vurnuxan kim idi? De ki, yerə töküb quruyarsa suyunuz, kim yerdən çıxaracaq sizə içməli suyu?